Aha. Modulun adi özelliğini dedik ki, istənilən modulu müsbət kimi dəyərləndirilir. Yəni o bizim Azərbaycanca dilində ifadə ki var. Buradan müsbət çıxır, o olur, falan olur və mən onu daha fərqli bir şəkildə şagirdlər, daha belə deyim də şagirdlərin anlaya biləcəyi uyğun bir şəkildə bu şəkildə cümlə qurağı istifadə etməyə çalışıram ki, biraz sonra ona aid çoxlu misallar eləyəcəm. Uşaqlar, biz modulu əgər modulsuz yazsaydıq, necə müsbət cavab ala bilərdik? Yəni sizin dediyiniz tabirlə necə çıxarda bilərdik? Ümumiyyətlə nə deyirik? Mənfi işarələrdə, müsbət cüt dərəcəli köklərdə, modullardan elə mənfi ilə çıxar. Nə deməkdir bu? X mənfi olduğuna görə buradan mənfi x çıxar. Nə olar? Mənfi x, mənfi 3x, mənfi 4x. İndi uşaqlar deyir, müəllim, bu qədər danışdınız, bu qədər izah elədiniz. Vallahi yenə başa düşmədim. Mən bir söz nə demək istəyirəm deyirəm uşaqlar. Baxın, x-in yerinə bir dənə də qoy. Nə qoyaram? Mənfi 5, tamam. Mənfi 5-i qoy yerinə, nə olacaq? Mənfi 5-in modulu çıxılsın 3 vurulsun mənfi 5. Bu da nə eləyəcək mənim balam? Mənfi 5-in modulu 5. Mənfi 5-in modulu eləyəcək neçə? Müsbət 5, 3-ə 5, 15. Elədi nə? 5-dən də 15 çıxanda mənfi 10 elədi. Düzdürmü? Yox, üzr istəyirəm. Burada modul deyil, bu şeydir. Mötərizədir burada. Mənfi 3, mənfi 5, üstə gələnsin 15. Bu da elədi nə? 20. Tamam, cavab elədi indi. İndi bunu modulsuz yazanda bu dərsin mənası nədir? Baxın, yine x-i modulsuz necə yazaram uşaqlar? Belə yazaram. Mənfi x çıxılsın 3x, elədi mənfi 4x, mənfi 4 vurulsun mənfi 5, o da elədi nə? 20. Gördünüz mü eyni cavabı? Yəni buna aid mən yenə də misallar izah eləyəcəm modulsuz necə yazaramı. Tamam, bir dənə də özəlliyi deyirik. Deyirik ki, uşaqlar, böyük çıxılsın kiçik dəyərləndirmə. X birdən böyüdürmü? Bəli, böyüdür. X birdən böyük bir ədəd deyil, 5. 5-dən 1 çıxanda müsbətlir. Deməli, x çıxılsın 1. Mənfi 2-dən kiçik. Bir dənə ədəddə mənfi 3. Mənfi 3 yerinə qoydu mənfi ilə. Deməli, mənfini qabağa qoysan 2 plus x. Zaten göründüyü kimi mənfi x minus 2 alınır. Hələ bu çətin misallar deyil. Birazdan da misalları izah eləyəndə anlamış olacaqsınız. Gəldik baba en yaxşı misallara o şey. İndi başlamış oluyoruz arkadaşlar. Şimdi bakın ne dedik biraz önce? X mənfidir. Tamam. Moduldan ne çıkar? Mənfi x kimi çıxar. Çünkü x'in özü ədəd olarak mənfidir. Bir de nə da şərt verib x mənfidən kiçikdir. Ona görə mənfi x çıxır. Modul mənfini yok eder. Bunun modul hesablanmasına bir aidiyyəti yoktur. Ona görə də modul x-dan da nə çıxar? Mənfi x oldu nə? Mənfi 2x. Şimdi gəlin 5-ci suala baxalım. X birdən böyüdür. Deməli birinci moduldan x böyük çıxılsın, kiçik çıxar. Üstə gəlin müsbətin bir aid olmadığına görə bir olduğu kimi çıxar. X oldu 2x. 2-dən də 1 çıxanda 2x plus 1 oldu. Vəssalam. Bu son iki suala aid sualı olan var mı? Hələ çox sual eləyəcəm uşaqlar buna aid. Çox sual izah eləyəcəm. Yəni bayağı bir testler vesaire və ilə axırı. Çünki bilirəm ki, burada problem var. Bay. Bax, nə gəldi uşaqlar? İndi əsas hər şey yeni başlıyor. 0-dan 3 arasından bir dənə götür. Məsələn 2 məsələsindən misal üçün. O zaman neyini yazacağız? Böyük çıxılsın, kiçik yazacağız. Modulsuz 3 minus x. Üstə gəlinsin. Hansı böyüdür? 4 mü böyüdür, 2 mi böyüdür? Müəllim 4 böyüdür. 4 çıxılsın x. Все. 7 minus 2x. Kamran, Zeynep haran anlamadınız? Anladım ben. Var mı sualın ay Kamran, Zeynep, Mehrap? Hayır. Yedinci soru. Hayır müəllim. Hı hı. Yedinci soru. X, Y, Z böyük çıxılsın, kiçik yazacağız. Y böyüdü, X böyüdü. Müəllim Y böyüdü. Y minus X yazacağız. Üstə gəlsin Z böyüdü, X böyüdür. Z böyüdür. Z minus X yazacağız. Vəssalam. Y üstə gəlsin Z minus 2X. Vəssalam. İndi gəldik 8-ci soruya. Şimdi Kamil derse qaşılmadı, Fatimə icazəlidir, Nigar icazəlidir.
Böyük çıxılsın kiçik. Y minus x. Üstə gəlinsin. Zaten modul mənfini yox edər. Y də zaten müsbət olduğu üçün orada bir sıxıntımız yoxdur. 2y minus x çıxacaqdır. Devam edeyim mi mənim balalarım? Edeyim bəncə. 9 ilə 10 da izah eləyəlim. Ondan sonra diğer özelliklere ve şeye geçmiş olalım. Şimdi değerli kardeşlerim, x 3y hansı böyüdür? Y müsbətdir, x mənfidir. O zaman böyük çıxılsın kiçik olacaq. 3y minus x üstə gəlinsin. Modul mənfini yox etdiyinə görə bunun bizim x-imizə aidiyyəti yoxdur. X olur. Buradan da nə çıxar? Mənfi x olar. Minus bunu da yox edər. Nə olar uşaqlar? Mənfi zaten aradakı çıxmadır. Y də müsbət olduğuna görə olduğu kimi çıxar. 3y çıxılsın y olur 2y. Minus x olur nə? Minus 2x. Zeynep gör haram başladın. Başa düşdüm. Və 10-cu özəllik. 10-cu özəllikdə uşaqlar bunu da belə çıxartmaq olmur, bunu da belə çıxartmaq olmur deyə. Burada zaten standart x bərabərdir 2 verilir. Çünki bir-birinə tərs gedənlərdə x-in də yerinə 2 olanda 0 gedir. Nə qalır? 4 qalmış olacaqdır. Evet, davam edirəm. Tənliklər və denkləmlər və diğer ders izahatlarına. Ne diyoruz arkadaşlar? Modulun iki tane değerlendirmesi olduğu için, yani hem müsbət hem mənfisi aydındır ki, modul x-dan müsbət və mənfi 6 çıxacaqdır. İkincinin həlli yoxdur. Niyə görə? Modul heç bir zaman mənfi ola bilməz. Üçüncünün bir dənə həlli var. Nədir? O da 1'dir. Şimdi gələlim bunlara aid bir dənə nümunə eləyəlim. Çünki buna aid müsbət və mənfi çox misallarımız var. Deməli, A şıkkı. X minus 2 bir dəfə müsbət kimi götürürük. B şıkkında isə x minus 2'ni bir dəfə mənfi 3 kimi götürürük. X bərabərdir 5'ə. X də bərabərdir nəyə? Mənfi 1'ə. Anlaşıldı mı arkadaşlar? Bunun zaten ikili olanları var. Uşaqlar, ikili olanları nedir? Misal üçün, bir dəqiqə görüm, elə eləyək ki, tənliklərin həlli. Hə, ikili olanlar bunu eləyəlim məsələn üçün. Ne diyoruz arkadaşlar? Option modul olduğu için, birinci halda modulda x minus 2 minus 3'ün müsbət halını götürürük. İkinci halda isə modulda x minus 2 minus 3'ün mənfi halını götürürük. Tamam. Modulda x minus 2 bərabərdir 7'yə. Modulda x minus 2 bərabərdir nəyə? Mənfi 1'ə. Modul mənfi ola bilməyəcəyinə görə iptal oldu. Burada isə A bəndində x minus 2 bərabərdir 7'yə. B bəndində isə x minus 2 nəyə bərabərdir? Mənfi 7'yə. X bərabərdir 9'a. X də nəyə bərabərdir? 2'dən 7 çıxanda mənfi 5'ə. Yəni bu şəkildə sadədirlər zaten bunlar. Bunlar da yani zaten orta məktəbdən necə lazımdırsa bilirsiniz. Maşallah, maşallah, maşallah. Var mı Zeynep, Kamran sualınız? Aydındır müəllim. Xeyr, yoxdur. Testlər eləyəcəz bunlara aid, amma yenə də görüm başqa bir özelliği. Aha, ikili modullar var. Bunları ikinci hissədə keçmiş olun. Qoy bir dənə